Herkese salam. Yeni videoma xoş gəldiniz. Bildiyiniz kimi sezon yeniləndi və mən elə bilirdim ki, dünya sıralamasına girmək üçün kubok yığmaq lazımdır. Sənin iş tamam fərqliymiş. Burada bağlı olan aşamalı mod var. Demək olar ki, hardasa ya bu gün idi, saatlar qalmış sezonun qurtarmağına ya da dünən. Xəbərim oldu ki, bəs aşamalı modda lig artdıqca yuxarı qalxılır. Yəni əvvəl məsəl üçün kubok yığmırdıq. İndi lig artış eləmək lazımdır ki, sıralamaya düşək də. Mən də biraz oynadım. İkinci liqə ya 2 bir də 3 lig, ikinci liqə kimi gəldim səhv eləmirəmsə. Sonra lig bitdi. 10.500 kubok almaq lazım imiş da lig oyunlarını oynamaq üçün. Liqa oyunlarını oynamaq üçün. Mən də heç nə 10.500 elədim bir təhər. Sonra oynadım. Şükür Allaha. İndi baxıram ki, sezon yenilənəndən sonra minimum kuboku 11.000-ə qaldırıblar. Mən də məcbur başladım kubok toplamağa və birtəhər 10.791 kuboka gətirib çatdıra bildim. Bugün sizlə bir yerdə biraz da kubok toplamağa çalışaq. Bilirəm, çox uzatdım, üzrlü sayın. Dəstəm belədir. 4 dənə maksimum səviyyə var. 2.14, 2.15. Getdi. Bol şans. Donuz gəlmədi əlimə. İkisi dəstəsi oynaya bilər. Bomba dəymədi. Deyəcəkdim, mənim sol qalam canı yağcalıb. Sonra yadıma düşdü ki, alıb top atdı. Ölmədi ya. Yəni. Oldu. Yaxşı ki, qalaya dəydi. Təkamüllü problemdir. Səhv atdım. Eyb yox. Müdafiə nisbətən yaxşı oldu. Bir deprem, bir də tomruqla X-əni həll eləmək olar fikrimcə. Yox, həll olmurmuş. Ayda qalaya vurdu. Yəqin səviyyəsi azdı ona görə. Qabağa qoydu. Video çəkməyəndə X-ay dəstəsini uduran, video çəkən kimi nəsə olur. Əla.
Donuz yenə qalaya vuranmadı. Fişəngçi də heç vuranmayacaq. Müdafiəyə oturacaq deyəsən ancaq. Alıb topu ilə şəhənd eləyərək təbii ki. O, vura bilmədi. Əla. Oxçular ortadan qoyacaqdı deyə düşündüm, amma qoymadı. Oyda, bunu heç gözləmirdim həqiqətən. Düşünürdüm ki, uçsun. Təşəkkürlər, oyunu buraxdı. Çox əla oyun oldu. Bol şans. Sayvi Toti. Donuz gəldi, əla. Prenses öldü, əla. Oyda, əla. Goblinlərə dəyməsəydi tomruq problem olmuşdu da, yəni başdan ayağa. Prensesi niyə ora qoydu, maraqlı gəldi. Prenses öldü, əla. Kral qlaşını aktivləşdirək görək alacaq. Ayda. Boşuna can apardım. Təşəkkürlər. Cəhənnəm qalaşını qoymadı. O da aldatmaşdırdı görən. Fişəngçiyə biri vurur. Əla, fişəngçi ölmədi. Kral qalaşını aktivləşdirməsə təbii ki, yaxşıdır. Aktivləşdirmədə əla. Təşəkkürlər. Prensesə bir dənə belə eləyək. Həm də cəhənnəm qalası qoysa dəyişsin. Ona da cəhənnəm qalaşı, yoxsa fəlakət qalaşı idi. Clash of Clans'a başım qarışmış ola bilər, əgər səhv demişəmsə adını. Əla. Fikirləşmişdim, prenses atsın. Əla. Fişəngçini tam üstünə atdı. On 14 səviyyəmiş fəlakət qalaşı, ona görə tez ölürmüş yəqin. Bu nə idi o? Fikrimizə səhv atdı. Oyunu buraxdı. Əla. Bol şans. Benjamin Franklin. Əla, səhv elədi. Görən eyni dəstə ola bilər. Bina kartımız fərqli olmağına baxmayaraq. Demək olar, bəlkə də eyni dəstədir. Deyirdim, yox, eyni deyil çox da. İskelet də fərqlidir, yarasa qoyub. Kral qalaşı aktivləşmədi.
getdi. Topu boşuna işlətdim. Havayı getdi. Estağfurullah, qalaşı getdi ki. Görən oyunu buraxır. Yox, burax. Bir dənə belə eləyim. Qalaya vurmadı. Hayf oldu. Laf işarəsi vurdu. Biri Prenses qalasına dəydi. İkisi Kral qalasına. Bu oyunu inşallah ki uduzmadan müdafiə edə biləcəm. Oha! Bu nə idi ha? Onun üçün növbəti oyuna keçək. Əjdaha müdafiə oldu. Bəlkə də özüm də inanmadım. 3 dənə fişəkçi. Heç bacı da olması. Yaxşı oynayırdı. 10.900 kubok ola bilmədik. Videonu burada saxlayaq. İnşallah ya növbəti videolarda sizlə bir yerdə 11.000 kuboka çatmağa çalışacağam. Ya da video çəkmədən çatmağa çalışacağım. Görək də hansına qismət olsa onu da 11.000-ə çatacaq Allahın izni ilə. 11.000 kuboka çatandan sonra bütün fikrimizi liqa oyunlarına verəcəyik Allahın izni ilə. Görək necə rəqiblər olacaq. Belə özünüzə çox yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək.